Hansı ərazidir? Kaynoz erasına aiddir. Böyle bəli. Aysa, Hə, Kaynoz erasına. Cavabımız olacaq birdə, A ikidə bəli. A bəndi. Burada hansı ərazilər görürsən? Hansı ərazi? Naxçıvandır, Lənkəran, Yamalı, Aysa, düzdür. Naxçıvan ərazisi, Talış dağlarının ərazisini görürsən, düzdür. Sonra gəldi üçüncü sualı. Böyük Qafqaz tektonik zonasına aid olan ərazilər. Şollar Şollar düzdür. Hə, hara ön, aiddir? Düzdür. Ön Qafqaz. Samur dəvə çovalığı. o da ön Qafqaz çökməsidir. Qobustan alçaq dağlığı. Bu Böyük Qafqaza aiddir. Yanıq ərisə çökəkliyi. Bu Kür dağ Düzdür. arası çökək. Abşeron təpəli tirəli düzənliyi. Bu aiddir. Böyük Qafqazın cəmi yamacı. Bu da aiddir. Cavabımız 3, 5, 6, 3'te Bəli. D bəndi. 4. Ön Qafqaz tektonik zonasında yerləşən düzənlik. Hansıdır burada? Orta ərazi. Samur, Dəvəçi. C variantı düzdür. Gəldim 5-ci suala. Kür tektonik əlmə zonasına aiddir. Cənub-şərqi Şirvan düzü. Aiddir, bəli. Acınahor Ceyrançı alçaq dağlığı. Bu da aiddir. Qanıq Əyirçay dağarı çökəkliyi. Aiddir. Qobustan alçaq dağlığı. Qobustan alçaq dağlığı Böyük Qafqaza aiddir. Qarabağ silsiləsi. Kiçik Qafqaza aiddir. Düzdür. 1, 2, 3. Cavabımız 5'te D bəndə. 6. Mineral bulaqlara uyğun gələn inzibati rayonları müəyyən edin. Xaltan, Xaşı, Çimi. İsmayılı, Quba. hə, Quba, Xaltan, Xaşı, Çimi, Quba. Minkənd su anbarı. Laçın, Düzdür. Turşusu. Şuşa, Ay sağ ol. Bədo. İsmayıl. Cavabımız C bəndi. Yodlu bromlu su yataqları müəyyən edin. Aha. Məsələn, burada gəl təxminən bildiklərinə çıx da. Məsələn, daş sağlıqda nə var idi? Bentoletkil olmaz. Aha. Məsələn, Hacıbəldə nə var idi? Kvars qumu olmaz. Molla kəndində nə vardı? Neft vardı, olmaz. Aha, yerdə nə olacağımız? Bəndə olar mı? Bəli. Muşovdağ Babazinən böyüşür. 8. Palça vulkanlarından deyildir. Otman Bozdağ. Otman Bozdağ. Yo, yox. Yox, Palça var. vulkan değildir. Pəriçingil olar. Bəli, Sönmüş vulkanda. bəli. Respublikamızın ən zəngin neft yataqları hansılardır? Günəşli, Azəri, Çıra, Düzdür. 1, 4, 5. A bəndi. Doğru. 10-cu sual. Azərbaycanda fəal seysmikliyə malik olması nə ilə bağlı? Azərbaycan niyə seysmik cəhətdən fəaldır? İsas və Tavan sərhədində yerləşməsi, Düzdür. 11. Araz tektonik zonasında yerləşən relyef vahidləri. Zəngəzurla, yox, Zəngəzurla, Böyük düz Nəsədərə düzüdür mənə. Bəli. Cavabımız A bəndi. Dərəliyəzlə Bəli. Zəngəzur olmaz. Kiçik Qafqaz. Böyük düzlü Dərəliyəz olmaz. Kiçik Qafqaz. Zəngəzur Qarabağ hissəsi olmaz. Kiçik Qafqaz. Brovaz hissəsi olmaz. Kiçik Qafqaz. 12. Kiçik Qafqaz tektonik qalxmasına aid olan dağları müəyyən edin. Kiçik Qafqaza, Dərəliyəz, Məsələn, Ləngəviz Böyük Qafqazda da çıxdı. Altılar getdi. bəli, Düzdür. Altıları sildin. Sonra Ceyrançıl aiddir. Kürdədir. İkini sildin. Bozdağ Kürdədir. Dördü sildin. Cavabın nə qaldı? 3, 5, 5, 7. 7. Sən mən suallarla işləməyi öyrədə bilmədim də hələ. Onu çox görüm. Cədvələ əsasən doğru olmayan sıranı müəyyən edin. Tektonik zonalı ərazilər 1. Ön Qafqaz çökməsi Şollar düzü və aiddir. Hı hı. Böyük Qafqaz qalxması Baş Qafqaz silsiləsi bu aiddir. Aha. Kiçik Qafqaz qalxması Ceyrançöl, Ceyrançöl Kür dağarası çökəkliyidir, deməli mi?
Bu aid deyil. Doğru deyil yəni. Ceyrançı haray dedim. Kür dağ arası çökəkliyi. Ay sağ ol. Cevabımız 13'te C bende. Geldi 14 oku. Respublikamızda faydalı qazıntının hasil olunduğu inzibati rayonlara uyğun olaraq müəyyən edin. Polimetal e, Aha, polimetal Balakən nerede var idi? daşkəsən idi. Balakende Polimetal var idi de polimetal. Balakən. Bəli. Zaqatala Balakən arasında demiştik. Hı -hı. Katexçay, Kastaq, Mazımçay. Bəli. Neft Abşerondadır. Düzdür. Divə Kəlbəcər, Hı hı. Əmir Filizidəki Daşkəsən. Düzdür. Cevabımız 14'te B bende. Sonra Bəli. geldik 15'e. Hı Aha -hı. oku. Aşağıdakı bəndlərdən hansı doğru deyil? Azərbaycan tektonik zonaları Ön Qafqaz çökməsi zonasına Samur dəvəçi balığı şollar üzrə aiddir. Bu doğrudur. Naxçıvanın Araz boyu mali düzənliyinin əksəriyyəti Araz Cavan platformasına daxildir. Bu da doğrudur. Aha. Acunho Ceyrançöl Kür çörəkliyi zonasına aiddir. Bu da doğrudur. Abşeron Qobustan Kür çörəkliyi zonasına aiddir. Yanlışdır. Abşeron Qobustan Böyük Qafqaz qalxmasına aid. Əhsən düzdür. Cevabımız D bende 16. Respublikamızda hansı geoloji dövrün çöküntüləri daha geniş yayılmışdır? Dördüncü dövr müəllim. Əhsən düzdür. 17. Respublikamızda ən hündür palçıq vulkanı hansıdır? Torağa. 400 Düz. metr idi müəllim. Əhsən düzdür. 18. Respublikamızda ən qədim süxurların səthə çıxdığı ərazilər Sədərək qalxması, bir də Zəyəmçay hövzəsi. Ay sağ ol. 1 ve 3 düzdür. Yox bilirsən maşallah Allah göz dəyməsin. 19. Xəritə sxemə əsasən paleozo yaşlı süxurların rast gəlindiyi əraziləri müəyyən edin. 1 ilə 2 olmalı idi təmənnən. Düzdür. 20. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Quba, Şuşa, Kəlbəcər. Quba aiddir. Xaltan 1-ə 4 gedir. 2-yə Şırlan. Aha. Qubaya E, dedin ki Xaltan, bəli, Xaşı, Timi. bəli. 1'e Şuşaya geçti Şırlan, 4. bəli. Şuşaya dedin ki gedir. 3 Şırlan. Şırlan, bəli. Kəlbəcərədəki isti su. Düzdür. A, Badamlı bilsem Naxçıvanda, Qalatda, Şabrandaydı da. bəli. 21'e bak görün burada ne var. Kitabımızda da E, verilmiş. Palçıq vulkanları idi da. Ay sağ ol. Bəli. Sonra 22. Müvafiq olaraq Günəşli, Parağatay, Ağyataq yataqlarında hansı faydalı qazıntılar var? Günəşlidə neft idi. Hı hı. Parağatayda molibden, Ağyataqdakı civə. Əhsən. 23. Xəritə sxemə əsasən Azərbaycanın 1.5-1.8 milyon il əvvəl su altında qalmış əraziləri müəyyən edin. Aha. Bilsən də Xəzər sahil ərazilərdə əsasən. Bəli. Buna aiddir Şirvan düzü, Hı hı. bir də Salyan düzü 1.5. Düzdür. Cevabımız 23'te C bende. Bəli. Geldi 24'e. Senden AB Hı. profil AB profesör e, yayılmış müfafik geoloji dövüm çökünen arızanı təyin edin. A'dan B'ye soruşur. A'dan B'ye. Bak burada birinci diyeceksen ki paleogen dövrü sıxırı vardı taş dağlarında düzdür. Sonra bəli. antropojen gelecek. Sonra da neogen. Elə cəmimiz A və neogen gəlir. Sonra 25 oxu. Şərti işarələrlə uyğun gələn faydalı qazıntı və onun yatağından doğru verildiyi bəndi müəyyən edin. A-da amnit, zəylik doğru verilir. Aha düzdür. Və cəmimiz alacaq 25'də. Düzdür. 26. Xəritə sıxındakı şərti işarələrə əsasən hasilat yerlərinin doğru verildiyi faydalı qazıntıları müəyyən edin. Bu nəyin işarəsidir? Molibden. Polimetaldır. Bəli. Ha, polimetal da bilirsən ki orada yoxdur da. Polimetal
Yanlış verilib. Bəli. Polmetal hardaydı? Polimetal Balakən, Zaqatala, Hı hı. Şərurda, bir də ki, Ağdərədə. Yani yanlış verilib. Aha, sonra Bəli, qızılın işarəsi düz verilib. bəli. Qızın Qızılımız, işarəsi aha, qızıl Gədəbəy, hardaydı? Gədəbəydir. Aha, ora Gədəbəydi, bəli. Deyəcəksən Gədəbəydi. Demək düz verilib. Sonra gəldin. Başqa nə Bu, işarəsi var? Məsələn, xromit var burada. Kəlbəcərdə vardı xromit. bəli, Laçında Deməli, da var. qızıl, xromit, bu da küçük kalçadanı. Düz verilib də bunlar yer. Burada səhv Bəli, verilən nədir? Məsələn, civənin yeri səhv verilib. Civədə bu. bəli. Polimetalın da yeri səhv Bu verilib. da polimetal yox, molibden. Bəli, Molibden. Polimetal burada. Düzdür. Bu da nədir? Molibden. Demək molibdə. 26-da doğru cavabımız A bəndi. Yəni düz verilənlər A-dakılar. Belə sual çox vaxt düşür gəlir. Sonra 27-ci sual oxu görək. Kür Araz ovalığında hansı geoloji dövrün çöküntüləri üstünü təşkil edir? Dördüncü dövr. Ay sağ ol. 28. Doğru sıraları müəyyən edin. Bir faydalı qazıntı bu alnitdir. Alnit zəlikdə yaranır. Aha. Yəni bax, Bilgəçay Narzanına aid deyil deməli. Bir səhvdir Bilgəçay. Evet. İki qızıldır. Vejnəlli qoşa bu doğrudur. Aha. E, Üç daş kömür, dəmir filizidir. Aha. Aman e, Dəmiroğlu doğrudur. Aha. Düzdür. 2, 3. E, Dörddəki misdir. İpək Göydərə. Bunlar ne yatağıydı? İpek köyleri. İpək Göydərə. Bundan İpək Göydərə. Hə, xromit də mənə. Ay sağ ol. Kromit yataklarımızdı. Aha. Beşdəki də ki, beşdə daş kömür idi mən. 5'teki de daş kömürdü. Ben Azerbaycan'da bir seneki daş kömür yoktu ümumiyyətlə. Altıdakı nefti Mollakənd Muradxanı düzgün Düz. verir. Ben cevabımız 28'de ne olacak? 2, 3, 6. Geldi 29'u oxum. Faydalı qazıntılar yerləşdiyi yataq. Bu birinci bentonik kilid deməli. Aha. Daş salafdadır. Qəlib kimi metal tökmədə istifadə olunub, doğrudur. Aha. 1, bentolet 2. Bir, 2, ikiyə aiddir seolit, 3, üçdəki perlit. perlit deyirsən. Ama yok. Baritdə axı. Aha. Cevabımız ne olacak? Ha, ben. Bentolet 2, siyolit. Var, Barit. Bayifdə. Bəli. 30. İllisu və Bədo mineral bulaqları hansı tektonik zonada yerləşir? İli su Bə qatdaydı. Bəli, Bədodakı İsmaildaydı. İsmail'de Ayso. Bu Və da haradır? Böyük Qafqaz. bəli, 31'e baxaq. elə bir diaqramını tamamlamayan bəndi müəyyən edin. Böyük Kənizdağ Torağay. Oxşar olmayan Pas, əlamət hissəsi. bəli, Palçıq vulkanıdır, bu doğrudur. Aha. Mütləq hündürlüyü 500 metrdən artıqdır, yanlış tamam. Bəli. 32. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Bir faydalı qazanc Ağca kənd, Bu bir nə işarəsi idi? Gips gips işarəsi. Azərkənd və Goromba ərazisində var. Tikintidə istifadə olunur. Düzdür. və gips gedir. 2-yə aiddir Kükürt Kürt Kalçedanı, katedralı Ayso. 3'dəki kvartlı Kvars, Ayso. bəli. Dağımızda 32'de nə olacaq? B bəndi. 33. Donuzutən, Badamlı və Şırlan mineral bulaqları hansı tektonik zonalarda yerləşir? Kiçik Qafqaz qalxması. Bəli. Kür çökəkliyi təbii vilayətində neogen yaşıl sıxıların daha geniş yayıldığı ərazi bura aiddir. Cənub-Şərqi Şirvan düzü müəllim. Ceyran çöldəydi. Yox, əsasən Ceyran çöldəydi, geniş yayılma. Məsələn, sual düşürdü ki, yalnız Ceyran çöldə Neogen yaşlı suxullar yayılır. Xeyr. Həm Neogen var, həm də antropogen var. Amma prostoda Neogen çox geniş yayılıb. 34 cavabımız nə olacaq?
E E bəndi. bəndi. Aha. 35. Xəritə sxemaya əsasən ölkəmizdə ən qədim suxulan səthə çıxdığı əraziləri müəyyən edin. Bura 4 ilə 5 aiddir. Bəli. 36. Xəritə sxemaya əsasən faydalı qazıntı yataqlarının doğru verildiyi variantı müəyyən edin. 6 xanımı deyir. Aha. Deyir Filiz çaydı birinin olduğu yer. Bir Say. Zaqatala Balakən ərazisində orada polimetal var. Polimetalda Filiz çayı, Kater çayı, Kasta, Mazım çayı özəsində bir düzdür demək. İkidə deyir Torağay var. Üçlüdə deyir Şaxtaxtı var. Şaxtaxtı axı Naxçıvanda da olmazdı da. Bəli, Dördü deyir nə Paraqaçay var dörddə. Orduba dərəsində onlardan molibdet var da orada. Paraqaçay, Dixaçay. 1, 4. bəli, 5'e yazıb Hacıvəli, Hökməli, Kıvarskum. O axı Abşeron'daydı. 5 Abşeron değil axı. 6'dakı Muratxanlı yazıb. Bu da olmaz. Muratxanlı bəli, hardadır? Kürdəmirdə. Demək 36 düzgün cavabımız B variantıdır. 1, 2, 4. Bunların yeri düz göstərilib. Torağanın yeri düz göstərilib. Və suala aydın oldu necə işləmək lazımdır? bəli. 37. Aşağıdakı faydalı qazıntı yataqlarından hansısı Respublikamızın qızıl yataqlarından deyil? Qızılbulaq da mənim. Qızılbulaq var idi axı. Hə, qızılbulaq var, bəli. Çıraqdərə Çıraqdərə yox idi da, kükürt yatağı idi. 38. Azərbaycanda yerləşən travertin yatağını müəyyən edin. Travertin Şahtaxtına isti Ay, su idi. Kəngərlidə idi, Naxçıvan arasında. Ev variantı. 39. Abşeron yarımadası hansı tektonik zonada yerləşir? Böyük Qafqaz tektonik qalxması. Düzdür. 40. Neogen çöküntülərin geniş yayıldığı ərazi Bayaq dedik onu. Neogen Ceyran çöldə var. Düzdür. 41. Hansı şərti işarə Hacıvəli yatağında hasil edilən faydalı qazıntıya Aha. aiddir? Hacıbəli hökməndə nə var idi? Hacıvəlidə kvars Kostyumu. kumu var. Hansıdır? B. Düzdür. 42. Kür Araz ovalığında hansı çöküntülər üstünlüyü təşkil edir? 4-cü dövrün dəniz və çay çöküntüləri. Düzdür. 43. Dik Qafqaz dağlarında hasil edilən faydalı qazıntıların şərti işarələrindən deyil. Qızıl aiddir. E, Dəmir filizə aid deyil də mənim E variantı. Niyə? Daşkəsəndə yoxdur dəmir filiz. Daşkəsən, Var. Dəmirli, Hamamçay. Qlaber nə olmaz orada? Məsəl üçün aylinit var, bromit var, dəmir filizi var, daha sonra qızıl var. Yerdə hansı işarəmiz qalır? Hə də C variantı Ayşə, mənim. C variantındakı işarəmizi tanıyırsan, nəyin işarəsidir o? Deyəcəksən ki, Qulaberduzun işarəsi Xəzər dənizində olur o əsasən. C variantı səhvdir. 44. Doğru olmayan sıraları müəyyən edin. Bir amnitdir, zəyirlik düz verilib. Aha. 2 qızıldır, vecnəli düz verilib. Aha. 3 dəmir filizidir, levçay deyil. Bu Aha, adi deyil. düzdür. Bəli, Levçay deyəcəksən ki, cibə yatağıdır. Bəli. 4 misdir. Bu da ki Qaradağda var qara da, Gədəbəydə Qaradağ yatağıdır. Aha. 5 aid deyil də mənim. 5 5-dədir. daş Daş kömür o da Azərbaycanda yoxdur. Aha. 6 neftdir, paraqaçay düzgün verilmir. 3 5 Bəli, 6. Qarağaçay, Dixaçay, molibded yataqlarıdır. 3, 5, 6. Düzdür. 45-ə bax. Hansı neft yataqları Mezoy suxularında aşkarlanmışdır? Mollakənd, Muradxanlı. Düzdür. 46. Respublikamızda hansı tektonik zonalar əhatə etdiyi ərazilər daha kiçik sahə tutur? Ön Qafqaz çökməsi, bir də Araz Cavan platforması. Əhsən, düzdür. 4, 5, bəndi. 47. Şırlan mineral bulağı hansı tektonik zonada yerləşir? Şuşada yerləşir. Şuşadakı Kiçik Qafqaz Əhsən, batmasıdır. düzdür. 48. Vulkanogen efuzit çökmə suxuların yayıldığı ərazi
Bu Talış silsiləsinin Ay adıdır. sağ ol. Düzdür. 49. Şaxtaxtı, Kastağ və daşsalaqlı yataqlarından müvafiq olaraq hansı fayda qazıntılar hasil edilir? Ə, Şaxtaxtı travertin idi. Şadada Beltraventi. Ondan sonra daşsalaqlı Bentoletki. ikilidir. Kastakta polimetal idi. Traventi polimetal bentolet adı da 49'da. 50. Minkənd, bəli, Minkənd və Şırlan mineral bulaqları hansı tektonik zonada yerləşir? Kiçik Qafqaz qapmasında, Hə, Minken neredeydi? Laçında, Ay sağ ol. Şırlandaki Şuşada. düzdür. 51'e baxaq. Doğru olmayan bəndi müəyyən edin. A. Alunitdir, zərlikdir, düz verilib. B. Qızıldır, zoddur, düz verilib. E, Dəmir filizi C. Daşkəsən düz verilib. Variantda mənə mis yayılmayıb Azərbaycanda. Mis Daş kömürü. Beşte. Aha. 52. vulkanogen effuziv çökmə sıxlığının yayıldığı ərazilər e, bu Talışdan. aşağıda Zəngəzurdan. 53. Respublikamızda mezozoyan trias çökməsinin yayıldığı ərazi dağlıq ərazidə yayılıb da önə. Dərəliyyə silsiləsində də yalnız tiraz. Bəli. 54. Müvafiq ardıcıllığın pozulduğu bəndi müəyyən edin. 1 anilitdir, 2 kvars qumudur, 3-dəki duz idi də mənim. Duz. Tamam. Düz, Daş düz. Nehrəm yatağında bəli. duzdan. Bir düzdür. Birdə heç bir səhvlik yoxdur. Aha 3. Bu 2. qızıldır, bəli. O birisi Ondan sonra molibden. molibden, bir də ki gips, Ay, orada da səhvlik yoxdur. bəli. Hı -hı. 3-də burada dəmir filizidir, polimetaldır, bir də ki adını Kürt kükürt kolçadan. kaliç. Ama kolçadanı düz yazdık da. Traktorayla Turağadıdır. 3 də düzdür. Səhvlik yoxdur. 4-də bu misdir. Aha. Sonra yox. Bu Kvars hansı qumu. kvart? O birisi Bu də da ki barit. bəli. Ha, 5'te ne var? 5'te ne yanlıştı gör. 5 birincisi kükürt kalsidanıdır. Aha. Sonra bir də ki bu nədir belə? Buradaki Seolitdir. buradaki işaremiz dediğin nedir? Civədə. Civədir bəli. Aha, bu nədir bəs? O da ki seolitdir. Seolit. Aha. Deməli deyir ki, bu işarəmiz dedin ki, Kürt kolçedanında, amma Göydərdə yoxdur. Düzdür, Göydərdə yataq idi. Kromit yataq Göydərə idi. bəli. Burada Ağdağ ne yatağı idi? Ağdağ. Seolitgil ama o Seolitgilin işarəsi deyil. Civən Bəli. işarəsi. Bu işarə isə Şahtaxtda yazıb. Şahtaxtda isə deyəcəksən ki, Traventidə Şahtaxtda yatağı. Yanlış verilib. Yanlış cavabımız 54'te E bəndində, düzdür. 5. Hı. Sonra gəldi 55. Cədvəldən əsasən doğru olmayan əraziləri müəyyən edin. Birin işarəsi barit deyilir. Barit deyil deməli. Bir nədir? Bir Baritin işarəsi deyil. Bəli, baritin işarəsi olmaz. Nə işarəsidir o? Deyəcəksən ki, bir apatitdir. Apatit. Bir yanlışdır. Doğru değil. İki. 2 xrometdə düz verilib də. Aha. Üç. 3 küçük kalsidandır, düz verilib. Toxanalı düz Aha. Düzdür. verilib. Çıraklara toxunuldur. Dört. 4 pellitdir. Pellit yanlış demək var. Ayşe, o uran filizin işarəsidir. Olmaz. Bir də ki 5 dəmir filizi, Ama Göydərədə yoxdur. Göydərə xromit yatağıdır.
Elə 1, 4, 5-də səhvlik var da. 1, 4, 5 E bəndə. 56. Mineral bulaqlar yerləşdi ərazi qalaltı şollar düzü. Şabranda da qalaltı. Bəli, Hı. o aid deyil mən. Bəli, aid deyil. İsti su Qarabağ vulkanik yaylası, isti su İstisu hardaydı? Kəlbəcər, Kəlbəcər, Aha, Kəlbəcərdə Qarabağ Vulkan Kirasına aiddir, düzdür. bəli, iki düzdür. Xaltan Ləngəbiz silsiləsidir. Səhvdir. Səhvdir, Xaldan bəli. Xaçlı Çimi Qubadaydı. Hı -hı. Turşusu Qarabağ silsiləsidir. Düzdür mən. Hı -hı. Şırlan Murovdağ silsiləsi yanlışdır. Bəli. İlisu Qaxdaydı, Baş Bax, Qafqaz dedi, düzdür də. 2, 4, 6. 57-ni oxu görüm. doğru olmayan fikri müəyyən edin. Badamlı və Şırlan mineral bulaqları eyni tektonik zonada yerləşirlər. Bu düzdür. Düzdür, bəli. Böyük Qafqaz dağları geosinkronun inkişafının sonuncu mərhələsindədir. Yanlışdır. Neçənci Üçüncü mərhələsi olacaq? Bəli, düzdür. Cavabımız elə 57-də B bəndi. mərhələ. 58. Cədvələ əsasən doğru sıraları tapın. Bir əqiq idi. Bəli, bir Yanlış ver. səhvdir. Aha, ikinci. İki də solit yazılıb, amma yanlışdır. Aha, iki seolit değil, düzdür. Dolomitdir. Üç kükürt kalsedanda düz verilib. Düzdür. 4. Bars komutu düz verilib. Düzdür. 5. 5 5-in işarəsi gipsdə, amma barik yazılıb deyənə səhvdir. Hı hı. 6. 6 düz verilib. 3, Evet. 4, 3, 6. 4, 6. Əhsən. Cavabımız B bəndi. 59. Cədvələ verilmiş fikrin düzün ardıcıllığını müəyyən edin. Azərbaycanda Paleozoun əvvəlindən müasir dövrə qədər müxtəlif yaşlı və tərkibli çöküntülər yayılmışdı. Doğrudur. Hı hı. Azərbaycanda əsas zəlzələ zonaları Böyük Qafqazın cənub yamacı, Kiçik Qafqazın Gəncə zonası və Naxçıvanda Qapıcıq zirvəsi ətrafıdır. Bu da doğrudur. Doğrudur, bəli. Paleozoy erasının çökmə süxurları Azərbaycan ərazisinin 5də 4 hissəsini əhatə edir. Bu da doğrudur. Aha. Azərbaycan ərazisi hazırda geosinkronun inkişafının 4-cü mərhələsindədir. Bu da yanlışdır. Bəli. Bu Üçüncü yanlış. cavabımız D E, bəndində. bəli. Devam. 60. 60. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Şollar düzeyli 4-cü dövr, Ön Qafqaz çökməsi, 4-cü dövr deyil axı mənim. Samur Dəvəçi ovalı yerləşirsə, ovalda nə yayılmışdı? Dördüncü dövr Bəli. idi. Aha. Zəngəzur silsiləsi Paleogen düz verilib demək bu. Kiçik Qafqaz. Aha, düzdür. Talış silsiləsi Perm Kür çökməsi yanlışdır. Aha, düzdür. Abşeron, Neogen, Böyük Qafqaz qalxması bu doğrudur. 1-2-4. 1, 2, 4 düzdür. Ceyran çöldə bilsən ki, Neogen düzdür, amma kür olmalı idi. Şirvan Bəli. düzündəki kür olmalı idi. Gəldin 61-ə. Müvafiq ardıcılın pozulduğu bəndi müəyyən edin. 1 alnitdir, 2 kvars komodu, zeyli hasbə doğru verilib bu. Aha, Bu ikincidə qızıldır, sonra pellitdir. düzdür. Pellet yox, molibdent. Yəni bəli. Hı -hı. E, Düz verilib demək bu. Aha, düzdür. Bəli, səhv yoxdur. Sonra 3-də dəmir filizidir, bir də polimetaldır. düzdür. Düz verilib. 4-də misdir, bir də ki baritdir. Aha, burada səhvlik var da. Bəli, yerləşdiyi yataqlarda. Aha. İpək xromit yatağıdır. O birisi isə şahtatıda travent yatağıdır. Demək yanlış Bəli. cavabımız 4 D variantı. 62. Uyğunluğu oxlarla müəyyən edin. Acınəhar Ceyrançöl öndağlığı Kürdağarası çökəkliyi, Düzdür. Murovdağ silsiləsi Kiçik Qafqaz qalxması, Düzdür. Qarabağ vulkan yaylası Kiçik Qafqaz qalxması, Düzdür. Qanıq Əriçay çökəkliyindəki Kürdağarası çökəkliyidir. Ay sağ ol. Gəldi 63-ə. Filiz filiz yataqlarına aid deyil. Filiz yataqları ipəkdir müəllimə. İpək xromit yatağıdır. Xromitdir və xromitdə filizdir.
Aiddir. Bəli. Hə, aid deyil deməli çıxırıq. Mesela çovdar ait değil, çıraqdara ait değil, hökmənə Bəli. ait değil. Bunlar qeyri-filizdir. 1, 3, 5. Sonra 64. Xəritə sxemində şərti işarələrə uyğun gələn faydalı qazıntılardan hansının hasilatı bölgələri doğru verilmişdir? Bax gör orada yuxarı hissədə mis var idi. Şeydə mis var idi, kür tərəfdə. Gör talışda Qədə bəli. polimetal var idi. Xeyr, polimetal yox idi. Tolaşdı. Hı. Dəmir filizi daş kəsəndir. Bax məsələn, neftin yeri düz verilib. Bəli. Dəmir filizin yeri düz verilib. Bir də molibdenin yeri düz verilib də. Ondan qalan misdir, qazdır, polimetaldır, civədir. Bunların yerləri səhv verilib. Düzdür? Bəli. Gəldik 65-ə də de. Başqışla, qoşa, çıraqdərə və toğanalı yataqlarını birləşdirən ümumi xüsusiyyəti seçin. Kiçik Qafqaz tektonik zonasında yerləşir. Aha. Elə odur da. Belə, bəli. 66. Biri anitdir, iki Düzdür. molibdendəki Düzdür. şeydir də, polimetal. Düzdür. Cavabımız Çatış. nə olacaq? Hə, Adı. Düzdür. bəli. 67. Xəritə sxemasında qızıl yataqların yerləşdiyi ərazilərə uyğun gələn rəqəmləri müəyyən edin. 4-dür, Aha. 3-4, Ay. bir də 2. 3, 4, 5 bir də. Zəngilandır Bəli. da 5. 3, 4, 5. Düzdür. 68. Xəritədən nə təsvir olunmuşdur? Bu tektonik qırılmalardır. Düzdür. Cavabımız 68-də C bəndi. 69. Zəif parçalanmış qalxanvarı lava massivləri və platoların geniş yaydığı ərazini müəyyən edin. 1-dir, bir də ki 2. Evet. 2. 2'dir bəli. Qarabağ vulkanik arasının olduğu yer. 70. Xəritə sxeminə əsasən polimetal yataqların yerləşdiyi ərazilər uyğun gələn rəqəmləri müəyyən edin. Polimetal Balakən Zaqatala Şərur da Ağdərədə idi. 1 1 sonra 1 5 1 olmaz. 1 olmaz. 2, 5, 2 4. 4 2 4 5. Sonra 71. Doğru olmayan sıraları müəyyən edin. Bir anitdir. Çovda başqışlıq yanlış verilib. Bunu götürürük. 2 qızıldır. Zolot, qızıl bulaq düz verilib. Aha. E, sonra 3 3. mis 3 dəmir filizidir. Düzdə verir. Hamança düz verilib. Bəli. 4 misdir. Aha. Ama qarşındakı yerə səhv Tuz, verilib. bəli. 5-dəki daş kömürdə 5-in orijinal qoşa yanlış verilib. Heç yayılmır. Elə 1, 4, 5 də yanlış cavab. Bəli. 72. Xəritə sxeminə əsasən Mezozoikin sonu və Kaynozen əvvəlində tamamilə dəniz suları altında olmuş əraziləri müəyyən edin. 4, 5, 6 minimum. Düzdür. 73. Xəritə sxeminə əsasən işarələnmiş ərazidə birləşən ümumi əlaməti müəyyən edin. Paleogen çöküntülər var da burada. 3-cü dövrün süxurları. Bəli. Camımız B bəndidir. Ay sağ ol. Tektonik